Amma mənə dəyməyən ilan var, geçsin 100 il yaşasın. Yaxşı? Bax belə. Ona görə də hər kəs öz payını götürsün. Danışdığımı danışdım. Dediyimi dedim. Qoyduğumu da qoydum. Mən özüm, yenə deyirəm, məni özümdən çıxartmayın. Vallahi billahi, özümdən çıxanda mən heç kimi tanımıram. Kim olur olsun. Sevgim TikTok'a girmir ay bala. İstəmir. Girmir. Ağzı göyçəklər bəziləri var burada. Bəzi ağzı göyçəklər. Hərə gəlib bir şey yazmasın. Yalan, palan. Bir-iki dənə səhifələr var. Onlar çəkib saxlamışam. Onlarla da məşğul olacağam. Prosto mən o qədər gözəldir ki mənim vaxtım. O qədər qiymətlidir ki. O qədər mən evimdə yaxşı yaşayıram. Uşağımla, evimdə sevgi ilə yaşayıram ki. Valla mənim yadıma düşmürsünüz. Sakit oturmuşam valla neçə vaxtı. Görürsən, qaşınırsınız. Hə, bəzilərinə reklam lazım imiş bəlkə də. Onu da sağ olun da, aldızday. Yenə deyirəm. Mən and olsun Allaha, çörəyin bərəkətinə, Musa başlasa qutaranmayacaq. Başladı qırıb çatacaq hamınızı. Qoyacaq burada TikTok'u qabağına. 10 min yox, bəlkə 100 min adam olacaq. Canlısında Musa'nın. Söyleyecək sizi batıracaq. Dedim də çoxdanıncı illər var ha. Çoxdanıncı illər. Baxan baxır. Oradan başlayacaq bəri. Üzü bəri. Belə çay gəlir, aparır, kürüyür, tökürüyor hamısına. Arası bir rayonda olanda biz dağda olurduq. Elə bil bizim evimiz dağın ətəyində idi də. Mehman sən bilərsən, sən də dağlıq zonadasan. Deməli bizim evimiz dağın ətəyində idi. Oradan yağış yağanda, sel gələndə mağazin vardı bir dənə. Yuyurdu, gətirirdi bizim həyətimizi. Kasıbın Allahı yoxdur. Paltar sabınıza da o vaxtı bilirsiniz də tapılmırdı. Yeşiklərlə baton şokoladlar, şonumalıqlar hamısı gəlib tökülürdü bizim həyətimizə. Biz də keyfindən yığıb onları yeyirdik. Bax ona görə də Musa da qızdısa, Musa, sən öləsən, hamınızı vallah deyirəm ha, özüvə yığınal. Yığınal özüvə. Yığınal. Özüvə yığınalmasan, bu dəfə Musa başlayacaq. Çünki neçə gündə onun qarşısında sipər olmuşam. Özünüz də tanıyırsınız. Öz dəli dülünüzü qəşəng tanıyırsınız. Tanıyırsınız da öz dəlinizi. Ay sağ ol. Musa sizin dəlinizdir axı. Açdı qoydu qabağına belə. Başlayacaq xaricdən. Başlayacaq xaricdən. Girəcək daxilə. Daxildən çıxacaq xaricə gedəcək. Ondan sonra keçək gecə ilə çamadanlarınızı yığışdırarsınız. Hamınız gedərsiniz xaricə. Bəlkə bizim canımız dincələ sizdən. Dostlar, bu qədər. Saat neçədir? Danışdım, elə bunu danışmasaydım, bu gecə partlayardım. Bu gecə partlayardım. And ola Allaha. Bu sözləri girib bura deməsəydim, 2 gündə az yığmışam canımı. Dünənlərin mətanətin verilişində o belə uşaqlar olar, kıçını biri qaldırar, birini yendirər. Belə şeylərdə, bəbələr. İnan ki, bax, dişim bağırsığımı kəsə-kəsə dünənləri. Oturdum ki, söz danışmayayım. Ondan qabağa da yolla gedəndə yığdım orada. Dedim ki, xahiş eləyirəm, bu söhbətlərə getməyək. Bəyinləri görürüm, çoxunu qorxdun. Demədim. Az kimdən qorxacaq, az təranə? Az kimdən qorxacaq? Bəli. Dünənləri mən özüm danışmadım. Mən özüm danışmadım. Mən danışaramsa, bilirsiniz də, televiziyada mənim üzümü açıqdır. Deyirlər ki, gəl,
Veriliş. Otur qəşəng danış. Yusər. Amma sizin ağsaqqalınıza hörmət eləyirəm də, eləyirdim də, elədim də. Özünüzü yaxşı aparsaz eləyəcəm də. Amma o kişini qoyun, öldürməyin ki o kişini. Az yenə heç olmasa pensiyasını alıb yeyirsiniz də onun. Öldürməyin də kişini. Öldürməyin, qoyun yaşasın da. Niye hirsləndirirsiniz? Mən dünən sırağa günüydü. Tolikin verilişində onu gördüm ki, az kişi qapqara qaralı bir deyir, mənim xəbərim yoxdur. Az qoyun yaşasın da, bacı o sağlam kişidir, yaşayacaq. Bəziləriniz kimi qurtdu deyil. Sağlam kişidir o. Hələm yaşayacaq o. Vallahi əsəbləşdirirsiniz kişini. Öz başına mahnı sildirirsiniz. Öz başına kişi gəlir çıxır verilişə deyirlər mahnı silinib. Deyir nə mahnısı? Mən eşitməmişəm axı. O nəyin nəsi idi? Kişi qalır məhətdən. Qızı da yığır deyir ki, mən gecə atamla 5 saat danışmışam. O deyir, mənim xəbərim yoxdur. Kimə inanaq? Kimin dediyinə inanaq? Ona görə də bala, özünü yığışdır. Maman da yaxşı adamdır sən. Mamana salam de. Mamaya salam deyərsən. Yaxşı? Mama çox qəşəng insandır. Şərrədilər mamanı. Yazıq mama. Tak что, özünə yığıl. Vallahi, nəsə bu nəslin kökünü elə bil ki, ofşqanındadır, görsən. Adam şərrəmək. Çox qorxulusunuz, çox qorxulusunuz, çox qorxulusunuz. Bildiyinizcən çəkəsiz. Ya Rəbbim, bunlara bildiyi qədər çəkdir. Çox qorxulu adamlarsınız. Müsibətsiz. Yine bir şey yadıma düştü. Adam adamı şərrəməz bala. Şərrəməz adam adamı. A şərə düşəsiz. A böhtana düşəsiz. Şərrəmək sizin qanınızda var. Qanınızda. Sevgim niye onlara oxşuyur ki? Allah eləməsin onlara oxşasın. Sevgimin babası qəhrəman atasıdır. Sevgimin dayısı qəhrəmandır. Bəli. Sevgim özü də mərddir. Mərd qızdır. Görsən deyir ki, mama xahiş eləyirəm. Mama xahiş eləyirəm, toxunma. Ama eyb yoxdur. Qoy insanlıq səndə qalsın. Eləmə mama. Ona görə də hər kəs özünə hörmət eləsin. Özünə hörmət eləməyənlər, mən yenə deyirəm, mamanıza salam deyəcəm yenə də. Hər gün mamana salam deyəcəm sən. Gecəniz xeyrə qalsın. 5400 adamımız var. Öpürəm sizi. Çox sağ olun dinlədiyiniz üçün. Hələm sevgim görsən, deyir eləmə. Atamı qatma bu işə. Mama atamı qatma bu işə. Mənim qızım oxuyur, ali məktəbdə oxuyur. Mən istəmirəm, belə şeylər gedir çıxır ora-bura qarşısına. Yəni bu sevgim əvəzsiz bir uşaqdır. Heç kiminlə işi yoxdur, heç nəyə qulaq asmır, heç bir şey, heç nə. Ona zorla TikTok'u da mən açmışam. Instagramını yalvarmışam, təzə vermişəm özünə. Yalvarmışam ki, ana qurban, sən ucu böyük qızsan artıq, işlədə bilərsən Instagramı. Götür, özün işlət. Əlbəttə itirər, karvan keçər. İndi otursunlar, ağızlarını sakit qoymasalar, görün bunun ardı nələr gələcək. Kim kimin arvadına sataşıb, kim kimin filanına sataşıb, kim kimin filanıncı ildə nələr eləyib. O qədər. Neysə, öpürəm sizi. Qalanı qalsın, sabah görək.
Nə oyun verirlər, o oyunun ardı var. Öpürəm sizi. Gecəniz xeyrə qalsın. Baxma ki, adam çoxdur, amma çıxıram. Nəyə görə? Çünki şov proqramından gəldim birbaşa. Çay da içməmişəm. Su da içməmişəm. Girmişəm bura. Öz-özə yığılın. Qabilə pul atırsınız kartına Qabilin ki, qumralı söy. Hə? Qabilə pul atırsınız da, bilirəm. O da gəlir mənim qulağıma çatıb. Qabilin kartına pul atmışsınız ki, qumralı söy. Ne olacak ki? Ayıp olsun. Ayıp olsun, ayıp olsun. Qabil də qaçaq düşüb də buradan. Mən həmişə deyirəm, kim gedib ölkələrdə, başqa ölkələrdə, kefindən gedənləri demirəm ha dostlar. Kefindən gedirsiniz ha, xaricdə yaşayırsınız, kök salmısınız, kefinizdən, o başqa şeylərdir. Amma buradan xaricə sığınanlar var ki, ölkəsini satanlar var ki, ar olsun onlara, ayıp olsun onlara. Buradan sizi sevirəm, öpürəm, makiallah. Hələlik, canlarım mənim.